Öz başına dərman içmək, həkim nəzarəti olmadan hər hansı bir dərmana başlayıb, yəni xəstənin özünün qərar verməsi ki, nə vaxt başlayacağam, hansı dozada istifadə edəcəm, necə dayandıracam. Bunlar hamısı səhv qərarlardır. Çünki biz hər hansı bir müalicəyə başlayanda xəstəyə onun yaşını, çəkisini, bütün bu meyarları göz önünə alırıq. Bədən kütləsini, qan kreatin dəyəri nədir? Dərman böyrəkdənmi atılacaq, yoxsa qaraciyərdənmi? Yəni, məsələn, elə antibiotiklər var ki, böyrək tərəfindən atılır, eləsi var qaraciyər tərəfindən. Biz əgər o xəstənin ümumi vəziyyətini dəyərləndirib ona doza hesablaması eləməsək, biz ona ziyan vermiş olarıq. Və eyni zamanda da dərmanı nə qədər davam eləyəcəyimizə biz qərar verməliyik, həkimlər qərar verməlidir. Həm bizim başladığımız dərmanı vaxtından tez və ya gecikdirib saxlamaq düzgün deyil. Həm də ki, xəstənin öz başına, məsələn, sidiyində yandırma var, getsin antibiotik başlasın və ya ağrı kəsici içsin. Bunlar doğru qərarlar deyil. Başladığınız və bitirdiyiniz dərmanı həkim nəzarətində edin.